Həqiqətən bu ölkədə əsəbləşmədən yaşamaq mümkün deyil. Günlər ya çox problemli, ya çox dəhşətli, ya da çox gülməli keçir. Bəli, gülməli. Çünki bu deputatın son günlərdə demiş olduğu ağla məntiqə sığmayan gülünc fikirlər mənə görə bundan artıq deyildi. Böyük ehtimal bir çoxlarınız məsələdən xəbərdardır. Bu qadın son günlərdə qonaq olduğu verilişlərin birində çıxıb, valideynlərin qətiyyən uşaq pulu tələb etməyə haqqının olmadığını, əgər dövlət uşaq pulu verərsə, ana və atanın işini gücünü atıb, istefa verib bu uşaq pulu ilə yaşayacağını və zamanla da tənbəlləşəcəyini deyirdi. Kimsə məni qınamasın, amma ağlı başında olan biri bu qədər məntiqsiz düşünə bilməz. Hər şeydən öncə bütün bunları deyən insan təhsilsiz, sadə bir vətəndaş da deyil. Sözdə deputatdır. Normalda deputat deyəndə ağlımızda nə canlanmalıdır? Xalqın rifahı üçün 7/24 müzakirələr aparan, ən düzgün qərarları seçməyə çalışan, bir sözlə ölkəni daha da yaxşılaşdırmalı olan şəxs. Normalda belə olmalıdır. Amma təəssüf ki, bu ölkədə bir çox şey normal deyil. Ən azından bu deputatımızın dedikləri normal deyildi. Nəysə, gəlin nələr deyib öz dilindən eşidək, daha sonra müzakirə edərik. Ümumiyyətlə, ailələr uşaqları dünyaya gətirəndə onlar düşünməməlidirlər ki, mən bugün uşaq dünyaya gətirirəm və bunun qarşılığında dövlətdən nəsə gözləməliyəm. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə ki, uşaq pulu verilsə belə bundan daha çox tələblər qoyulacaqdır. Ya sən bizlə məzələnirsən, ya da bizdə problem var. Bunun başqa açıqlaması ola bilməz. Dünyaya uşaq gətirməyə qərar verən bir ailə onsuz da bunu dövlətdən bir şey umduğu üçün eləmir. İnsanların ailə qurub, gələcək planlayıb, xoşbəxt yaşamasındakı təməl səbəblərdən biri uşaq sahibi olmaqdır. Yəni bu o ailənin şəxsi xoşbəxtliyidir. Bunun dövlətlə heç bir əlaqəsi yoxdur. Bir əlaqəni çıxmaq şərti ilə. Çünki məsələ burasındadır ki, dünyaya gələn hər uşaq eyni zamanda da gələcəyin vətəndaşıdır. Bu da o deməkdir ki, əgər bu uşaq bu ölkədə yaşayacaqsa, böyüyəcəksə, etdiyi bütün xərclərdə dolayısıyla yenə ölkəyə gəlir qazandıracaq. Məsələn, uşaq acdıqca yemək alır, məktəbə gedir, dəftər qələm alır, biraz böyüyür, telefon alır, maşın alır, benzin alır, vergi verir. Bütün bunların hamısı dövlətin xeyrinədir. Bundan valideyn necə nəysə uma bilər. Bir ölkədə dünyaya gələn hər uşaq orada yaşadığı müddətcə dövlət üçün gəlir mənbəyinə çevrilir. Dövlət o uşaq üçün 5 eləyirsə, bu zamanla dövlətə 15 olaraq geri qayıdır. Burada fayda sahibi ailə yox, dövlət olur. Bunu anlaya bilmək bu qədər də çətin deyil. Hələ ki bir deputat üçün məncə heç də çətin olmamalıdır. Nəysə, davam edək. Məsələ də burasındadır ki, uşaq pulu məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Bu, həyatım boyunca eşitdiyim ən məntiqsiz cümlələrdən biri ola bilər. Dövlət uşaq pulu verərsə, ailələr işini gücünü atıb evdə oturacaq, bu da onları zamanla tənbəlləşdirəcək. Bax, əgər söz 2-3 min manat uşaq pulundan gedirsə, bu fikirlərlə tamamilə razıyam. Valideynlər tənbəlləşməkdən də əlavə çox böyük keyf çəkərdi. Amma mövzu burasındadır ki, uşaq pulu dediyin o yardım bir sərvət miqdarında olmur. Hətta uşağın yetkinlik yaşına çatana qədər olan ehtiyaclarını belə tamamilə qarşılamır. Sadəcə dövlət tərəfindən ailəyə çox kiçik bir dəstək olaraq verilir. Yəni valideyn 3 süd ala bilirsə, uşaq pulu ilə birlikdə sadəcə birini də əlavə ala bilir. Uşaq pulunun vermiş olduğu maksimum dəstək budur. Amma sən təəssüf ki, bunu belə anlaya bilməmisən. Ən sadəsindən Avropa ölkələrinə baxsaydın, bunu görərdin. Məsələn, Almanya. Almanyada minimum əmək haqqı 2000 avrodur. Dövlətin verdiyi uşaq pulu yardımı isə bunun 12% nisbəti, yəni 259 avrodur. Almanya kimi inkişaf etmiş bir ölkədə belə uşaq pulu minimum əmək haqqına nisbətən 10 dəfə azdırsa, Azərbaycanda veriləcək olan məbləğ ilə ailələrin tənbəlləşəcəyini düşünmək absürdlükdən başqa bir şey deyil. Çünki əgər Azərbaycanda uşaq pulu minimum əmək haqqına nisbətən təyin olunarsa, bu rəqəm 40 manat belə eləməz. 40 manat yardım ilə hansı ailə işini gücünü atıb bu pula ümidli olub tənbəlləşəcək? Xahiş eləyirəm, bu qədər gülünc olmayın. Bu fikirlərin absürdlüyü bir qırağa, bunun bir deputatın dilindən çıxması çox ayrı səviyyədə gülüncdür. Əgər eyni yanaşma ilə yanaşıb sənin kimi düşünsək, onda sən də minlərlə manat maaş alırsan. İndi mən sual verim. Minimum əmək haqqından bu qədər yüksək olan maaşın sənə çoxluq eləmir? Nəticədə işin bütün günü kresloda oturub danışmaqdır. Həqiqətən sözün bitdiyi yerdəyik. Əslində daha
daha qorxulu olan başqa bir şey var ki, əgər deputatımız bu dediklərini sadəcə söz olsun deyə deyibsə, məsələ bir qədər sadədir, diqqət çəkmək. Amma əgər dediklərinə həqiqətən də inanırsa, bunları inanaraq deyirsə, bax, əsl problem bu olardı. Əziz izləyicilər, danışacaq çox şey var, amma nəticədə yenə də heç nə dəyişən deyil. Bu səbəbdən çox da uzatmağa dəyməz. Deyəcəklərim bu qədər idi. Gələcək videolarda görüşmək ümidi ilə hələlik.